Mən musiqisiz yaşaya bilmirəm. Bilirsiniz ki, heç nə görmürəm, heç nə hiss eləmirəm, heç nə eşitmirəm. Bizim musiqimiz ən yaxşıdır. Sizə bir şey deyim, orkestrdə olan insanların hansısa belə genetik nifrət deməzdim, amma belə antipatiya yaradır dirijorlara. O həqiqətən. Və əgər dirijor hansısa nüansı eləmək istəyirsə və orkestr ifaçısı onu başa düşmür və dirijor kifayət qədər izah eləyə bilmirsə, deməli dirijor özü bilmir nə eləmək istəyir. Davalar eləyirdim evdə ki, onlar deyirlər ki, yox, sən misal üçün özünü apara bilmirsən, musiqi məktəbindən səni götürürük. Yəni, başlayırdım ağlamalar ki, yox, mən düzəltdim, bir də belə şey olmaz, mən nə bilim, bunu yandırmayacağım, yəni onu sındırmayacağım, ancaq musiqi məktəbindən mənə götürməyin, skripkadan götürməyin məni. Amma belə namök atırdılar ki, bəlkə sən həkim olmaq istəyirsən də, bəlkə musiqiçi nə qazanır da, musiqiçi olmaq bu vaxtı klassik musiqi, bu zamanada klassik musiqi o qədər də qiymətləndirmir. 6 yaşında mən musiqi məktəbinə daxil oldum, skripka seçdim özümə. Mən həmişə skripkaçı olmaq istəyirdim. Aleksandr Yevgeniç Muravinskinin plastinkası əlimə düşdü. Orada Dmitri Shostakovich'in 7-ci simfoniyanı ifa edirdi. Və nəsə onun ifasında mənim xoşuma gəlmədi və atama deyirəm ki, bu düzgün ifa eləmir. Orada mən misal üçün başqa cürə eləyərdim. O da deyir ki, sən belə bir orkestri idarə eləmək istəyirsənsə, gərək sən dirijor olasan. Mənə belə bir, bu yaşda mənim beynimə düşdü ki, mən də dirijor olmaq istəyərdim. Elə Almaniyada Fuad İbrahimovla görüşəndə eyni şəhərdə qalırdıq da biz. Onunla tez-tez görüşürdük. Bir dəfə deyir ki, niyə görə sən bəs dirijorluqla məşğul olmaq istəmirsən, həmişə istəyirdin? Gəl, bir dəfə dərsimə. Gəldim, baxdım, gördüm və hiss elədim ki, vaxt gəlib. Gərək mən başlayayım yavaş-yavaş. Afrikadan tutmuş, Amerikaya gəlir, yəni Avropa belə ölkədə bəlkə də qalmayıb. Hər iki konsertdə mən çalışıram bir dənə, heç olmasa bir dənə Azərbaycan əsəri olsun. Və özümlə hətta not aparıram ki, paylaşmağa kimisi bəlkə də xoşuna gəldi, onlar istəsələr, onlara not paylayım. ...1961-ci ildən bu bizim vaxtına qədər heç bir dənə də Azərbaycanlı dirijor Mariinski teatrında tamaşa qurmamışdı. Dekabrın axırında mən getdim, fevralın əvvəlində də tamaşamız oldu. 2 ay qabaqcadan biletlər satılıb və zalda ümumiyyətlə yer yox idi. Hamı dayanırdı, ayaq üstə dayanırdı. Biz tamaşa verəndən sonra bizi buraxmayıblar. Bir 20 dəqiqə bəlkə də avatsiya olub orada.